Bugün Bəydili kənd tam orta məktəbinin həyətində fərqli bir canlanma vardı. 1994-2005-ci illərdə bu məktəbdə təhsil almış 11B sinifinin məzunları 20 ildən sonra yenidən doğma məktəblərinə toplaşmışdılar. Köhnə binanın yerində ucalan bu yeni təhsil ocağı sanki bir görüş üçün özünü xüsusi bəzəmişdi. Yeni libasında yenilənmiş ruhu ilə qarşılayırdı köhnə şagirdlərini. İllər sonra bir-birini görən sinif yoldaşlarının ilk qucaqlaşmaları, ilk baxışları. Hər birinin gözlərində uşaqlıq illərinin parıltısı vardı. Gülüş və sevinç içində salamlaşan 20-dən çox məzun illərin həsrətini bir anlıq unudaraq zamanın onların haralara apardığını paylaşırdılar. Görüşə qocaman müəllimlər də qatılmışdı. Onların qarşılanması isə xüsusi idi. Şagirdləri bugün gül dəstələri və sevgi dolu baxışlarla onları salamlayırdı. Bildiyiniz kimi biz düz bugün 20 il bundan öncə 11-ci sinifi bitirmişik və biz üçün çox sevindirici bir gündür. 20 il öncə məzun kimi məktəbi bitirdik. Bugün 20 illiyimizi qeyd edirik. Burada 20 il öncə bizə dərs deyən müəllimlərimiz və uzun illəri 20 ildir üzün görmədiyim sinif yoldaşlarım, xarici ölkədə yaşayan, Ukrayna Respublikasında, Fransa Respublikasında olan sinif yoldaşlarım bizim təklifimizi dəyərləndirib, təşəbbüs edib gəlib və çox sevinirik. Həqiqətən bir qürur verici bir gündür. Allah Taala'dan hər birimizə can sağlığı arzu edirəm. O gün olsun 30 illiyimizi, 40 illiyimizi qeyd edək. Fəxrəddin Sadıqov, fransız dili müəllimi Rəhim Quliyev, fən müəllimləri Ərastun Cəbrailov, Aybəniz Əhədova, Afaq Cəfərova və başqaları həmin illərin 11B sinifini böyük məhəbbətlə xatırladılar. Onlar bu sinifin həm təhsil, həm tərbiyə baxımından məktəbin ən parlaq simalarından biri olduğunu vurğuladılar. Dərs dediyim uşaqlardan yaxşı səslər eşidirəm. Onlardan yaxşı elmlər namizədi çıxan olub, professor olub. Hal-hazırda 2 nəfəri mənim professora layiq olublar. Biri Turgel Yadigar sahibəli oğlu. Biri isə Məmmədov Cəlal. Türkiyədə professor olub. Bugün bizim üçün çox sevincli günlərdən biri oldu. Çünki 20 il bundan əvvəl sevə-sevə, oxşaya-oxşaya, xeyir-dua verə-verə yola saldığımız şagirdlərimiz bizim görüşümüzə gəliblər. Biz yola salanda onların həyatından narahat yola salmışdıq. Nigaran idik. Həyatda onlar öz ayaqları üstündə dura biləcəkmi? Həyat imtahanlarını gözəl verə biləcəklərmi? Amma bugün gördük ki, bizim 11 illik onlara çəkdiyimiz zəhmət hədər getməyib. Onlar doğrudan da öz həyatlarının yolunu tapa biliblər. Artıq bu gün 20 ildir ki, artıq biz məktəbi bitirmişik. Məktəblə bağlı xoş xatirələrimi bildirmək istəyirəm ki, bizim müəllimlərimizin çox böyük əməyi oldu üstümüzdə. Hal-hazırda mən Milli Qəhrəman Mübariz İbrahimov adına təhsil kompleksinin baş müəllim vəzifəsində çalışıram. Və onu da vurğulayım ki, orada öz 11 illik müəllimim Nəzakət müəllimə ilə çiyin-çiyinə çalışıram. Beləcə nostalji dolu bir görüş yaddaşlarda iz buraxan duyğularla tamamlandı. Zamanın əlindən tutub uşaqlığa qayıdan məzunlar üçün həmin gün sadəcə bir görüş yox, keçmişlə qurulan körpü gələcəyə daşıyacaqları əbədi bir xatirəyə çevrildi. Könül Kazımova, İlqar Mustafayev bugün informasiya proqramı üçün.